Sual belədir ki, evdə təklikdə Quran oxuyub savabını bağışlamaq icazəlidirmi? Ümumiyyətlə, insan öldükdən sonra onun üçün hansı xeyir əməlləri edə bilərik? Əlhamdülillah. Deməli, Quran oxumaq ölüyə bir neçə növdür. Birinci növ, gəlib məsələn qəbirstanlığa, durmaq qəbrin üstündə və oxumaq. Bu düzgün deyil. Nəyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm belə etməyib, sahabelər belə etməyib və insan da onu eşitmir. Və əslində Quran oxuyan özü faydalanır Quran oxumaqdan. İkinci növ, hansı ki o da icazəli deyil, ən çox da o da yayılıb, pulla oxumaq. Yəni götürürsən, desən mənə pul ver, məsələn mənə 100 manat ver, onda mən oxuyub savabını verəcəm ona. O da düzgün deyil. O da səhvdir. Çünki ibadəti sən pulla eləyirsən. O ona bənzərdir ki, deyirsən ki, mənə məsələn 50 manat ver, mən bir dənə sənin üçün zöhr namazı qılım, ya məğrib namazı qılım bir həftə. Yəni bu ibadətdir. Sən ibadət pulla eləyə bilmərsən. Ona görə bu bidətdir və səhvdir. Necə məşhur Hənəfi alimi İmam Tahavi buyurur, deyir, icmadır, yəni yetkin rəydir alimlərin ki, bu haramdır, qadağandır. Heç kim imamlardan bunu etməyib. Üçüncü növ, sən oxuyursan Quran özü üçün, sonra onun savabını hədiyyə edirsən öz yaxın adamına, dünyadan gedən adamına. Bu barədə ixtilaf var alimlərin arasında. Ona savab çatır, ya çatmır. Nəyə görə? Nəyə görə ixtilaf var, qardaşlar? Məsələni düzgün başa düşmək lazımdır. Yəni, bu məsələni açıqlayaraq sualın davamına da cavab olacaq. Biz Quran və sünnəyə baxanda görürük ki, bəzi əməllər gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən, onlar ölüyə xeyir gətirir. Məsələn, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "İzə mətə ibnu Adəm övladı öləndə inqata əməlu illə min thələs." Onun yəni əməlləri dayanır. 3 əməldən başqa. Nədir o 3 əməl? Birinci sadaqatül cariyə, yəni axar sədaqə. Yəni o sədaqə ki, o kömək, o xeyirxah iş ki, sən eləmisən və sən öləndən sonra da insanlar ondan faydalanır. Məsələn, yol çəkmisən, hə? Yemək tikmisən, sən öləndən sonra da insanlar ondan faydalanır. Nə qədər faydalanır, o qədər sənə savab yazılır. İkinci, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm, ilmun yuntəfə biha, yəni faydalı elm qoymusan. Faydalı elm qoymusan. Sən öləndən sonra cəmaət ondan faydalanır, sənə savab yazılır. Sonra deyir ki, "Valadun salih yad'u lehu." Salih övlad hansı ki onun üçün dua edir. Və biz buradan görürük ki, dua ölüyə kömək gətirir. Ona fayda verir. Xüsusən salih övlad. Və həmçinin salih övlad olmaq, yəni salih olmaq. Onda çox qardaşlar soruşlar, məsələn, atam, anam dünyadan dəyişib. Necə ona fayda verə bilərəm? Ən yaxşı ona fayda vermək üçün özün düzəl. Özün salih ol. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, "Valadun salih." Yəni salih övlad hansı ki öz valideyn üçün dua edir. Və bu da ən əzəmətli əməllərdən biridir valideyn üçün. Yəni onun üçün dua eləmək. Onun üçün dua eləmək. Həmçinin gəlib hədislərdə məsələn həcc və ya ümrə ölü üçün eləmək olar. Bu barədə dəlillər var. Sədaqədir, məsələn, həcc, ümrədir, duadır. Digər əməllər isə, başqa ibadətlər var, hansı ki ona dəlil yoxdur. Məsələn, Qurani-Kərim oxumaq. Ona görə alimlər ixtilaf ediblər. Burada biz qiyas edə bilərikmi ya yox? Yəni deyə bilərik ki, əgər dua fayda verirsə, sədaqə fayda verirsə, ümrə fayda verirsə, Quran da fayda verəcək. Ya yox, bu məsələ ixtilaflıdır. Bəzi alimlər deyiblər ki, olar. Qiyas edərək. Digər alimlər deyiblər ki, yox, bu məsələdə qiyas etmək olmaz. Çünki bu qeybi məsələdir. Biz bunu özümüz təcrübədən keçirə bilmirik, özümüz də görə bilmirik. O ölü insana nə fayda verir? Xüsusən bəzi əməllər var ki, alimin icma yetkin rəydədirlər ki, fayda verməyəcək. Məsələn, namaz qılmaq. Durum onun üçün namaz qılmaq. O düzgün deyil. Ona görə yəni insan bundan çəkinsə, onun üçün dua eləsə, sədaqə versə, xeyir xahişi daha xeyirlidir. Lakin kimsə bunu eləsə, bu niyyətlə pulsuz və s. İnşallah bu rəy də var. Belə yəni edə bilər. Lakin dediyimiz kimi buna pul götürsün və s. Yəni bu ibadət eləsin. Sonra da məsələn Allah Subhanahu taala desin ki, mən ya Rəbbim, bu ibadəti elədim. Məsələn, bu ibadətə görə mənim valideyn üçün məsələn rəhm elə buna görə və s. Belə inşallah olsa, hətta o hədisə də daxil olacaq ki, salih övlad öz valideyn üçün dua edir. Allah da. O əməl olsa belə qəbirstanlıqda olmamalı. Yox, qəbirstanlıqda olmamalıdır. Ona görə hətta İmam Əhməd gətirir icma və deyir ki, bu bidətdir. Heç kimdən sələflərdən gəlmir qəbirstanlığa gedib orada Quran-Kərim oxumaq. Düzgün deyil.